Azərbaycan aktyoru və rejissoru, ssenari müəllifi, mətn oxuyan, filmlərin bədii rəhbəri, Azərbaycan Respublikasının xalq artisti, ilk milli teleserialların banisi Lütfü Məmmədbəyov. Lütfü Məmmədbəyov 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub. Aktyor 1943-47-ci illərdə teatr texnikumunda təhsil alıb. 1961-66-cı illərdə isə Azərbaycan Dövlət İnsan İnstitutunun rejissorluq fakültəsini bitirib. Lütfü Məmmədbəyov 1947-ci ildə teatr texnikumunda təhsilini başa vurduqdan sonra bir müddət musiqili komediya teatrında fəaliyyət göstərib. Lakin 40-cı illərin sonunda teatr müvəqqəti olaraq bağlanıb. Bu səbəbdən aktyor Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Lütfü Məmmədbəyov Gənc Tamaşaçılar Teatrında çalışarkən Bakıda o vaxt 26-lar Mədəniyyət Sarayında Dram Dərnəyinə rəhbərlik etmişdir. O, 1961-ci ildə Xalq Teatrı statusu olan dərnəkdə Azərbaycan aktyorlarının bir neçə nəslinin yetişdirilmişdir. Lütfü Məmmədbəyov 1961-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunub və ömrünün sonuna qədər burada çalışıb. Rejissor həmin teatrın səhnəsində bir neçə tamaşanın quruluşçu rejissoru olmuşdur. Böyük aktyorluq məktəbi keçmiş Lütfü Məmmədbəyov 1953-cü ildə yaratdığı Xalq Teatrına 40 ildən çox rəhbərlik edib və adı teatr tarixinə şərəflə yazılan böyük aktyor nəsli yetişdirib. Lütfü Məmmədbəyov televiziyada 60-dan çox televiziya tamaşasının rejissoru, o cümlədən Göz Həkimi, Yağışdan sonra, Səninlə, Sənsiz, Yad qızı kimi əsərlərin rejissoru olub. Lütfü Məmmədbəyov kinofilmlərdə də çəkilib. Olmasın, bu olsun, Bəxtiyar, Səhər, Qızmar Günəş altında, Göz Həkimi, Leyli və Məcnun, Sehirli Xalat və başqa filmlərdə rol alıb. Lütfü Məmmədbəyov Respublikada televiziya serialları çəkən ilk rejissordur. Rejissor 1993-cü ildə Əlibala Hacızadənin İtkin Gəlin əsəri əsasında 12 serialı filmə quruluş vermişdir. Daha sonra 6 serialı Dodaqdan Qəlbə, yenə də 6 serialı Yağışdan sonra seriallarını çəkmişdir. Lütfü Məmmədbəyov 1 fevral 2004-cü ildə Bakıda vəfat etmişdir. Allah rəhmət eləsin.